işi var yoldaşlar, avtobus işi var. Mən sizə 2 dənə avtobus vakansiyasından bəhs etmək istəyirəm. Deməli, bunun biri yoldaşlar, 1000 manatlıq variantdır. D kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur sizdən yoldaşlar. Deməli, avtobusları üzrə işdir bu. Əmək haqqısı 1000 manatdır yoldaşlar. Stabil iş mühitidir, rəsmi əmək müqaviləsi, minimum 2 illik iş təcrübəniz olmalıdır, zərərli vərdişiniz olmamalıdır, yol hərəkəti qaydalarını mükəmməl bilməlisiniz. Bu 1000 manatlıq variantdır. Bir də 550 manatlıq variantı var. Servis sürücüsü olaraq Mirzəoğlu şirkətindədir. Bu 40-55 yaşlı uşaqlar üçündür. D kateqoriyası tələb olunur. 1 illik heç olmasa iş təcrübəniz olmalıdır. Xəzər rayonu Buzovna qəsəbəsindədir yoldaşlar. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da bu işlərə də CV-nizi göndərməlisiniz və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmaca səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz və yaxud da fərqli sürücü işi axtarırsınızsa da belə. Əlaqə vasitəsi yoldaşlar, bu videonu YouTube-da görürsünüzsə, bu videonun adında qeyd edin. Yox, əgər bu videonu TikTok-da görürsünüzsə, o zaman bu videonun adının altında Toğrul Əzov sözü yazılıb. Həmin o sözü toxunaraq Toğrul Əzovda kanala daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.